Salam dostlar, axşamınız xeyir olsun. Yorumlarda nisbilik nəzəriyyəsi ilə bağlı suallar var idi. Ona görə də istəyirəm ki, bir neçə kəlmə deyim ondan barədə. Nisbilik anlayışını mənimsəmək üçün əvvəlcə nisbi sözünün mənasını bilmək lazımdır. Biz gündəlik həyatımızda nisbi sözünü işlədirik. Yəni sənə nisbətən, mənə nisbətən. Mənə görə sən yaxşı adamsan, amma başqasına görə yaxşı adam deyilsən. Yəni bu formada nisbilik məsələsini gündəlik həyatımızda istifadə edirik. Fizikada da əslində bu mənada istifadə olunur. Məsələn, deyək ki, biz deyirik ki, mənim sürətim neçədir? Avtobusda getdiyinizi düşünün və avtobusun sürəti 20-dirsə, mən də dayanacaqdan baxıram sizə. Mən düşünürəm ki, sizin də sürətiniz 20-dir. Çünki sizin sürətiniz elə avtobusun sürətinə bərabərdir. Və sizin yanınızda oturan bir adama siz baxsanız görəsiniz ki, o tərpənmir. Avtobusdan alı diqqət eləmişsiniz yəqin ki, çölə baxmadan yanınızdakı şəxsə baxanda görürsünüz ki, o hərəkət eləmir. Yəni buna səbəb odur ki, sizin sürətiniz həmin o baxdığınız adamın sürətinə bərabərdir. Sizə görə, sizin dünyanızda o şəxsin sürəti sıfırdır. Amma mən yerdən baxan bir müşahidəçi olduğuma görə, mənə görə sizin hər ikinizin sürəti avtobusun sürətinə bərabərdir. Deməli, yanınızdakı adamın sürətini mən başqa cür ölçürəm. Siz başqa cür ölçürsünüz. Yəni eyni bir şəxsin sürəti sizə görə fərqlidir, mənə görə fərqlidir. Deməli, sürət nisbi bir anlayışdır. Bəs elə bir kəmiyyət varmı ki, hər kəsə görə eyni olsun? Məsələn, kütlə. Sizin kütləniz deyək ki, 60 kiloqramdır. Mən yerdən baxsam da siz 60 kiloqramsınız. Avtobusda baxsam da, hər cür hərəkətdə baxsam sizin kütləniz 60 kiloqram olacaq. Deməli, sizin kütləniz nisbi bir anlayış deyil, nisbi bir kəmiyyət deyil. Yəni, nisbilik bu deməkdir. Nisbilik nəzəriyyəsi isə bizim elə kütlə kimi öyrəşdiyimiz kəmiyyətlərdən birinin, yəni zamanın nisbi olduğunu göstərən nəzəriyyədir. Einstein tərəfindən kəşf edilən və Einsteini dünyaca məşhur edən nəzəriyyə, bilirsiniz, iki dənə nisbilik nəzəriyyəsi var məşhur. Biri xüsusi nisbilik nəzəriyyəsidir, digəri ümumi nisbilik nəzəriyyəsidir. Bu nisbilik nəzəriyyələri üzərindəki işlərinə görə Einstein, Albert Einstein dediyimiz şəxs dünyaca məşhur, bəlkə də bütün fizik alimlərinin üstündə bir alim olmağı bacarmışdı. Zamanın nisbi olmağını ilk dəfə Einstein elmə gətirib dostlar. Zamanın nisbiliyini də anlayanda belə əslində biz onu qavrayırıq ki, deməli, bir hadisəni ölçürük və bu hadisə təbii ki, müəyyən bir zaman müddətində baş verir. Məsələn, ağacdan alma düşəcək, 3 saniyə düşəcək. Bu, müşahidəsindən asılı deyil deyə bilirdik biz əslində. Yəni, məsələn, fikirləşin ki, alma düşdü 2 saniyəyə. Siz ağacın altında oturan şəxs də olsanız, avtobusda hərəkət edərkən baxan bir şəxs də olsanız, fərqi yoxdur. Almanın yerə düşmə müddəti 2 saniyədir, düzdürmü? Deməli, zaman nisbi deyil kimi görünür. Həqiqətən də Einsteinin dövrünə qədər, Einsteinin o kəşfinə qədər zamanın qeyri-nisbi kütlə kimi kəmiyyət cinsindən olduğuna inanılırdı. Amma Einstein göstərdi ki, zamanın özü də başqa parametrlərdən, xarici parametrlərdən asılıdır. Məsələn, sürət, məsələn, cazibə. Çox böyük sürətlərdə və çox böyük cazibələrdə zaman biraz daha yavaş axır, ləng axır. Bunu izah eləmək üçün bilirsiniz ki, bəzən biz modellər qururuq da, modellərdən istifadə edirik. Məsələn, deyək ki, 2 əkiz qardaşdır. Bu əkiz qardaşlardan birinə işıq sürətinə yaxın sürət verirsiniz, kosmik gəmidə gedir, səyahət edir və digəri yerdə qalır. Haradasa kosmik gəmidəki adam öz saatına baxır və öz vaxtından, kalendarından istifadə edir və deyir ki, mən artıq 1 il səyahətdə olmuşam. Yerə çatanda nə gözləməlidir bu şəxs? Gözləməlidir ki, elə yerdəki qardaşı, əkiz qardaşı üçün də 1 il vaxt keçsin. Yəni, qardaşı da özü kimi 1 il yaşlansın. Amma qaydanda çox təəccüb verici bir hadisə müşahidə edir. Görür ki, qardaşı 1 il yox, 10 il yaşlanıb. Axı, bunlar əkiz idilər. Və bu səyahətdən sonra buna səbəb nə ola bilər görəsən? Təbii ki, kosmik gəminin çox böyük sürətlərlə hərəkət eləməsidir. Deməli, sürət artdıqda bizim üçün zaman məfhumu dəyişir. Zamanı biz əslində beynimizdə necə canlandırırıq? Zaman hadisələrin baş vermə ardıcıllığıdır.
Amma sürət artdıqda zamanın özü də o ardıcıllıq tempini dəyişir. Yəni o axma intensivliyi zamanın bir ox kimi düşünsək, onun intensivliyi dəyişir və ləngiyir. Ona görə də zaman da bizlər üçün dostlar nisbi kəmiyyətdir. Bu söhbəti elə bir məşhur filmlə əslində sonlandırmaq istəyirəm. Çoxunuzun sevdiyi və baxdığı bir filmdir. Interstellar. Ulduzlar arası deyirik də biz o filmə. Ulduzlar arası səyahət. Orada bir ata, astronom bir ata qızını tərk eləyir, ailəsini tərk eləyir və bir kara delik, black hole dediyimiz yerə səyahət eləyir. Və həmin black hole-da da cazibə həddən artıq çox böyük olduğuna görə zaman orada biraz yavaş axır və ata geri döndüyündə görür ki, qızı Murphy atasından daha yaşlıdır. Burada zamanın həqiqətən də cazibə dəyişəndə müxtəlif formada axmasına şahid oluruq. Əslində bu film nisbiliyi anlamaq üçün çox gözəl filmdir. Onu da izləməyi tövsiyə edirəm dostlar. Başqa suallarınız olarsa yorumlarda bildirin.